Salam əziz izləyicilər. 29 iyun 2025-ci ildə mən bugün məcbur oldum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət eləyəm. Ağdam Uzundərə Şəhidlər Xiyabanının yol çəkilməsi ilə bağlı. Təəssüflər olsun ki, mən bu 4 il müddətində nə qədər yazsam da çəkiliş eləməyimə baxmayaraq hələ də Ağdam Uzundərə Şəhidlər Xiyabanına oranı ziyarət eləmək üçün yol açılmamışdı. Mən bu haqda 2025-ci il iyunun 2-sində Daxili İşlər Naziri cənab Vilayət Eyvazov Bərdər rayonuna vətəndaşları qəbul eləmək üçün gəlmişdi. Sağ olsun, getdim, mən də qəbuluna düşdüm. Müraciətimi yazılı sürətdə cənab nazirə təqdim etdim. Daxili İşlər Nazirindən mənə zəng elədilər ki, müraciətinizə baxılacaq. Mənim müraciətim də Ağdam rayon icra hakimiyyətinə yönləndirilmişdir. Nəzərinizə çatdırım ki, bu gün də ayın 29-u Ağdam rayon icra hakimiyyətindən mənə yazılı sürətdə məktub gəlib. Hal-hazırda bu əlimdədir. Buyurub baxa bilərsiniz. Ağdam rayon icra hakimiyyətinin nümayəndəsi Xəqani Nəzərov tərəfindən göndərilmişdi mənə. Burada bildirirlər ki, hörmətli Bəxtiyar Qurbanov, sizin 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş atanız Qurbanov Əli Qismət Zamanoğlu'nun dəfn olduğu Uzundərə Şəhidlər Xiyabanına yol çəkilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun ünvanına yolladığınız müraciətə tərəfimizdən baxılmışdır. Bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazisinə yerləşən Uzundərə Şəhidlər Xiyabanına yol çəkilməsinə köməklik göstərilməsi barədə aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinə müraciət etməyiniz məqsədə müvafiqdir. Yəni, mən buradan üzümü tutub Ağdam rayon icra hakimiyyətinə də demək istəyirəm ki, mənim ümumiyyətcə kimlənsə bir düşmənçiliyim yoxdur. Mən biraz bəd danışanda da deyirlər, siz niyə belə danışırsınız? Yəni, mən müraciət eləmişəm Azərbaycan Respublikası Daxili İşlər Nazirinə, onu da yönləndiriblər sizə məktubu. Siz də ola bilməzdi bu məktubu mənə yox, Daxili İşlər Nazirinə təzədən yaza bilərsiniz ki, bu bizim Ağdam rayon icra hakimiyyəti səlahiyyətimizdə deyil. Ay Xəqani müəllim, Xəqani Nəzərov. Bayaqları mən bunu sizə WhatsAppda da səs atmışam sizə və bu məktubu yollamışam. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özü bildirir ki, mən rayona icra hakimiyyəti təyin edəndə ona tövsiyəm bundan ibarətdir ki, vətəndaşların şikayəti olursa, sizin əgər bu şikayətlər səlahiyyətinizdə deyilsə, onu Prezident administrasiyasına yönləndirin. Bunu cənab Prezident deyir, mən demirəm. Xəqani müəllim, nəzərinizə çatdırıram bunu. Bir də ki, Ağdam rayonunun icra başçısı olaraq Vaqif Həsənov, yəni onun Emin Hüseynova da müraciət eləyə bilər ki, Emin müəllim, şəhid ailələri narazılıq eləyir. Ağdam Uzundərə Şəhidlər Xiyabanına yol yoxdur. Salih Məmmədova, Yol İdarəsinin rəhbəri Salih Məmmədova da müraciət eləyə bilər. Ondan prezident aparatına da, kurator var, ona da müraciət eləyə bilər ki, burada yol yoxdur. Cəmaət şəhid ailələri gedə bilmir, ziyarət eləyə bilmir. Xahiş edirəm, ona köməkdarlıq olsun. Bunu siz eləyə bilərsiniz. Bu məktubu götürüb mənə yönləndirmisiniz. Ki, siz özünüz müraciət eləyin. Qardaş, icra hakimiyyəti billəmək səlahiyyətiniz yoxdur.
İndi səlahiyyətiniz yoxdursa orada iş görməyə, amma bu o demək deyil ki, sizin səlahiyyətiniz yoxdur ki, məsəl ki, Emin Hüseynova deyəsiniz ki, belə bir məsələ var. O sizin səlahiyyətinizdədir. Cənab başçının səlahiyyətindədir. Yəni Vaqif müəllim, Ağdam icra başçısı deyə bilər ki, Emin Hüseynov, belə bir müraciət var, çəkilişlər var. Yəni xahiş edirik, köməkdarlıq göstərəsiniz. Ağdam rayonunun Uzundərə Şəhidlər Xiyabanına yol açılsın. Bir də ki, oranı deməli çox aznacaqlı vəziyyətdədir. Hava da istidir, yay fəslidir. Ot alaq basıb gedir. Onu da mən müraciət eləmişəm ki, yəni bir dənə orada yolla keçən siqaret çəkib açsa ora, yəni o bayraqlar, o lövhələr, o şəkillər hamısı alışıb yanacaq. Cənab Prezident, mən hər yerə müraciət eləyirəm, bu neçə ildir, xahiş eləyirəm sizdən, artıq dərəcədə bu işdə mənə köməkdarlıq göstərəsiniz. Buradan üzümü tuturam şəhid ailələrinə, qazilərə, veteranlara. Mənim bu videomu çəkin, paylaşın, rəy yazın. Ağdam Uzundərə Şəhidlər Xiyabanında 300-də yaxın şəhidlərimiz var. Onun ruhu naminə, hörmət naminə buna mənə köməkdarlıq eləyin. Axı biz həmişə deyirik ki, şəhidlər bizim qürur yerimizdir, baş tacımızdır. Artıq dərəcədə sizdən xahiş eləyirəm. O Uzundərə Şəhidlər Xiyabanına yol açmaq nə böyük bir məsələdir. Biz bunu Salih Məmmədova da yazılı sürətdə, Rəhim qardaşımız var, Qəmbərov Rəhim, şəhidimiz ananın atası, o da yazılı sürətdə müraciət eləyib Salih Məmmədova. Onlar da elə bu gün səhər, hələ bir ayda, hələ bir bu məsələ haqqında bir ciddi fikir deməyiblər. Təəssüflər olsun ki, elə deyiblər, yaxşı olacaq, bu gün olacaq, səhər olacaq, baxacağıq, araşdıracağıq, hələ bir şey yoxdur. Ay əziz millətim, ay əziz xalqım, şəhidlər bizim qürur yerimizdir. Mən bunu dəfələrlə deyirəm. Uzundərə Şəhidlər Xiyabanını ziyarət eləməyə, keçməyə yol yoxdur. Şəhid anası o dəmir maniyənin üstündə qucaqda keçir. Şəhid ailələri gedə bilmir. Yoldan keçənlər oradan gedirlər, ziyarət eləməyə keçə bilmirlər. Biz neyniyək? Mən dərdimi kimə deyim? Mən də bir vətəndaşam, mən də bir şəhid evladı kimi xahiş eləyirəm hər birinizdən. Yəni burada köməkdarlıq eləyin, Ağdam İcra Hakimiyyəti. Mən bilirəm sizin səlahiyyətiniz yoxdur orada nəysə iş görməyə. Amma sizin səlahiyyətiniz var ki, Vaqif müəllim, prezident aparatına, administrasiyasına siz xəbər verəsiniz ki, burada belə bir məsələ var, mühüm məsələdir. Şəhidlərimizin məsələdir. Bu mənim şəxsi məsələm deyil. Bu ümumi bir məsələdir. Burada şəhidlərdən söhbət gedir. Buna köməkdarlıq eləməyə nədir problem? Bir dənə demək nə olar ki, bax oradan Emin Hüseynova desəz ki, Emin müəllim, icazə ver bu kompozun işçilərindən bir 5 nəfər ayıraq, geçsin orada Şəhidlər Xiyabanını abadlatsın. Orada kos basıb gedir oranı. Valla bir psixika hastalar səhər ora ot tutub alışıb yanacaq. Onu desəniz, məncə Emin Hüseynov heç vaxt deməz ki, gedib oranı abadlaşdırmayın. Bunu eləyin. Xahiş eləyirəm sizdən. Mənim sizinlə bir çıxış eləyəndə hamı götürür oradan buradan deyirlər ki, bax deyir, siz Ağdam İcra Hakimiyyətindən şikayət eləmirəm, qardaş. Mən nə şikayət eləyirəm? Mən deyirəm ki, köməkdarlıq eləyin. Bu işləri yoluna qoyaq da. Yəni sizin səlahiyyətinizdə deyilsə, Emin Hüseynova, Vaqif müəllim deyə bilər ki, ay Emin Hüseynov, ay müəllim, ay dövlətin nümayəndəsi, prezidentin xüsusi nümayəndəsi, vəziyyət budur, şəhid ailələri keçə bilmir ora. Onu deyə bilər. Ondan sonra oranın təmizlənməsinə icazə ala bilər. O kompozun işçilərini yollaya bilər ki, oranı təmizlənsin. Mənim deməyim budur. Mənim heç kimdən düşmənçiliyim yoxdur. Mənim heç kimdən şəxsi qərəzliyim yoxdur. Əziz izləyicilər, xahiş eləyirəm.
Bu videonu paylaşın, rəy yazın. Bütün sosial şəbəkələrdə mən bunu paylaşacağım. Xahiş eləyirəm, bu məsələdə mənə köməkdarlıq eləyin. Axı şəhidlər bizim üçün əzizdir, müqəddəsdir. Biz bunu gəlin sözdə deməyək, əməldə göstərək. Hər birinizdən artıq dərəcədə xahiş eləyirəm. Öz fikrinizi bildirin. Bu məsələni ictimailəşdirin. Ağdam, Uzundərə, Şəhidlər xiyabanına yol yoxdur. Vətəndaşlar gedə bilmir. Heç birimiz ziyarət eləyə bilmirik oranı. Dəmir maniyə var, kanal var orada. Artıq dərəcədə buradan üzümü tutub şəhid ailələrindən xahiş eləyirəm. Cənab Prezidentə müraciət eləyirəm. Bu məsələdə gəlin mənə dəstək olun. Orada 300-ə yaxın şəhidlərimiz var. Allah hər birinə rəhmət eləsin. Sağ olun, var olun. Mən bu haqda danışmaqda yorulmaram. Şəhidlərin uğrunda mən canımı da qurban verərəm. Niyə yorulmalıyam? Amma dəstək olun da, dəstək olun ki, bu məsələni ictimailəşdirək. Ora heç olmasa yol açılsın. Oranı təmizləsinlər, abadlaşdırsınlar. Ora bu saatları çox pis vəziyyətdədir. Artıq dərəcədən hər birinizdən əziz vəzir, xahiş edirəm.